Bədənə tatu, nakolka, yaxud da döymə vurmaq olarmı? Əlbəttə, əvvəldə bunu qeyd edək ki, bizim dinimizdə bu iş haram olmasa da, amma heç də dinimizin sifariş etdiyi əməllərdən, insanları həvəsləndirdiyi göstərişlərdən deyil. Dinimiz bu barədə göstəriş vermir ki, gedin bunu eləyin. Amma haram da deməmişdir. Niyə? Əlbəttə şərtləri ilə. Çünki insan öz ixtiyarı ilə öz bədənində hansısa bir döyməni şərtlərə əsasən eləyə bilər. Sadəcə bəzi şərtləri yerinə yetirməlidir. 1. Bədənə zərər olmasın. Bədənə ziyan zərər verəcəksə olmaz. 2. Dərinin altına olarsa problem olmaz. Dərinin üstündə olsa dəstəmaza, qusla mane olacaq. Onun dəstəmaz quslunda problem yaranacaq. Amma dərinin altında eybi yoxdur. 3. Əgər qadınlar bu işi görürlərsə və ürfdə o qadının bədəninə döydürdüyü döymə, zinət, yaraşıq hesab olunursa, onu naməhrəmdən gizlətməlidir. Naməhrəm onu görməməlidir. Çünki zinət hesab oluna bilər qadın üçün. 4. Allah Taala'nın adları, Peyğəmbər Əhl-i-Beyt imamlarımızın adını vurmayın. Olmaz. Niyə? Çünki həmişə dəstəmazda olmursunuz. Üzr istəyirəm, bəzən də boynunuza cənabət quslu gəlir. Ona görə həmin o müqəddəs adları, Quran ayələrini vurmaq bədənə düzgün hesab olunmur. 5. Vurulan döymə, yazı, şəkil, fəsad, əxlaq, İslamın, dini, mənəviyyatın ziddinə söyüş, məsələn, təhqir kimi olmamalıdır. Əgər belə olmazsa icazəlidir.